Salam əziz dostlar, biz yenə Brainring'dəyik və İctimai Televiziyanın efirində Brainring'in aprel seçim oyunlarından ikincisi efirdədir. 10 ildən çox bizim verilişə dəstək verən Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə böyük təşəkkürümüz var. Bizim oyunlarımız bugün də Dənizkənarı Bulvar İdarəsinin ərazisinə erişən Crystal Hall'dan yayımdadır. Verilişin baş sponsoru bu dəfə də NAR'dır. Verilişin maliyyə sponsoru Bir Bank. Bizim müstəqil hakimlərimiz, baş sponsorumuz olanların ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə mütəxəssisi Günay xanım Nəsibova və Uşaq və Gənclərin İnkişafı şöbəsinin mütəxəssisi Əbdüləli Mürsəlovdur. Dostlar, DJ pultu arxasında DJ Maksim. Dəstək qrupumuz gözəl rəqsləri ilə bizi müşahidə edən Flash qrupunu salamlayaq. Proqramın aparıcısı və baş hakimi mən Fatih və biz NAR kubokunun sahibinə doğru yol gedirik. Görək bu mövsümdə NAR kubokunun sahibi kim olacaq? Dəyişməyən baş sponsorumuz NAR kubokun sahiblərini dəyərli hədiyyələrlə təbrik edəcək. NAR sənə ən yaxın. Eləcə də verilişin maliyyə sponsoru Bir Bank bu kubokun sahiblərinə 3000 manat hədiyyə edəcək. Sentyabr ayının çempionu artıq bəllidir. Bakı Dövlət Universiteti komandası. Elə onlar da aprelin ilk finalçısı adlandılar və indi zalda ölkəmizin 13 bölgəsindən və 8 universitetindən qalan 24 komanda arasından mən ringə dəvət etmək istəyirəm. Kim çıxmaq istəyir? Quba, Cənub, Bir Bank komandası, Xankəndi, Norum Çimen, Sabirabad, Lənkəran, həmişə oynamaq full komandası. Gəlin, yaşıl masa arxasına. Cavid Anacıyev, İsmail İsmailli, Nihad Hacızadə, Orxan Babazadə, Emin Məmməd və komanda kaptanı Ceyhun Hüseynov öz yerlərini tuturlar. Mən rəqib olaraq kimin çıxmaq istədiyini soruşmaq istəyirəm. Şirvan, Naxçıvan, Azərbaycan Dövlət Aqrar Universiteti komandası ola bilər. Bridge, Mingəçevir, Şəki komandası. Sizi qırmızı masa arxasında görək. Şəki komandası bu dəfə bu tərkibdə meydana çıxır. Fərid Azakov, Ayxan Məmmədli, Murad Hüseynov, Ayxan Muxtar, Bəhru Şablı və komandanın kapitanı Qoşqar Qafarov. Ötən verilişimizdə başa düşdük ki, Şəki komandasında dəyişikliklər baş verib. Qoşqar, özünüzü yeni kürsüdə necə hiss edirsiniz? Maraqlı hisslərdir. Bəs komandanız nə tövsiyə elədi sizə? Bax, sən artıq oyunçu deyilsən, vergül və sonra nə dedilər? Dedilər, doğru versiyanı seç. Yaxşı, elə bir şey də deyiblər ki, biz deyəcək, sən doğrunu sən seç. Belə çətindir axı. Göyçayın full komandası. Digər tərəfdə Ceyhun, yenidən görüşməyimizə şadam və sizi də kapitan kürsüsündə ilk dəfədir görürəm. Bəli, bu mövsümdə Cavid ailəvi səbəblərə görə bu mövsümü buraxmağa məcburdur. Ona görə mən də məcburam kapitan vəzifəsində oynamağa. Yəni məcburiyyətdən oldu. Yəni sözün düzünü desək, oyunçu kimi oynamaq mənə daha çox zövq verir. Daha çox zövq verir. Başa düşürəm sizi, amma gəlin özünüzü yeni rollarda da yoxlayın və mənə elə gəlir ki, bunun heç ziyanı olmaz. Özünüzü başqa bir tərəfdən kəşf etmiş olacaqsınız və indi faktiki olaraq hər iki kapitan ilk dəfə kapitan kürsüsündə baş-başa gəlir. 5 xala qədər döyüşürük, hesab 0-0, 1 xal oynanılır. Bu yaxınlarda hansı futbolçu Özbekkenbauer ləqəbini alıb? Vaxt. Şəki komandası buyurun. Kim cavab verir? Fərid Azakov. Mən fikrimcə bu Abdülqadir Xusanovdur. O müdafiəçidir. Beckenbauer kimi və Manchester City'də uğurlu debüt edib. Şəki komandasında çox uğurlu debütü var. Növbəti sual. Xoş vaxt keçirməyi sevən kiçik Plininin villası Como gölündə yerləşirdi. Villa tikilən zaman Plininin əsas tələblərindən biri nəyi elə birbaşa yataq otağının pəncərəsindən etmək idi? Vaxt. Göyçayın full komandası buyurun. İsmail İsmailov cavab verəcək. İsmail, səhv etməyin ilk saniyədir. Cavabınız? Etna vulkanını, pəncərədə Etna vulkanını görə bilərik. Xeyr, elə deyil. Masadan qalxmalı olursunuz, Şəki düşünür. Nəyi daxil eləmək? Xoş vaxt keçirməyi sevir. Yemək, pizza, zar. Günəşin doğuşunu izləmək. Yox, istəyirdi ki, eləsinlər. Etmək deyil. Özü eləyib pəncərədə. Özü etmir axı. Şölə gələ bilmək olur. Günəşin doğuşunu baxma görmək. Başqalar nə eləmək? Günəşin doğuşu yaxşıdır.
Qoşqar, yəqin rəqiblərinizin niyə səhv etdiyini anladınız da. Çünki Etna vulkanını ümumiyyətlə Como gölünün sahilində görmək mümkün deyil. O Milandan şimaldadır. Sizin versiya nədir? Murad Hüseynov cavab verəcək. Sual təkrar yardı zəhmət olmaz. Xoş vaxt keçirməyi sevən kiçik Plininin villası Como gölündə yerləşirdi və villa tikilən zaman onun əsas tələblərindən biri elə birbaşa yataq otağının pəncərəsindən nə etmək idi? Birbaşa Vezuvi vulkanını izləmək idi. O da Neapol tərəfə aparır sizi. Bu sadəcə, yenə deyirəm, xoş vaxt keçirməyi xoşlayan adam idi. Deyirdi ki, elə bir dənə villa tikinin, elə bir sən tilovu da pəncərədən atım və balığımı tutum. Növbəti sual ilk xal dəyərində. Sual belədir. Yumoristik hekayənin qəhrəmanı bir İspanla tanış olduqdan sonra ondan müəyyən bir şey etməsini xahiş edir. Amma İspan bunu o qədər uzun-uzadı edir ki, qəhrəmanın səbri tükənir. Bəs siz cavabınızda eyni şeyi edə bilərsinizmi? Vaxt. Buyurun, Ceyhun. Özüm cavab verəcəm. Mən tam adımı deməliyəm. Ceyhun Hüseynov. Biz bilirik ki, İspanlarda belə bir ənənə var ki, adda ananın adı, atanın adı çox uzun adı olur. Ona görə o adı tam söyləyəndə çox vaxt keçir. Allah üzümüzə baxıb. Ceyhun Hüseynov. Doğru cavabdır. Bu sualda bütün oyuncularımızın adı doğru cavab ola bilərdi. Əsas odur ki, mikrofon əlində olsun və doğru cavabı o versin. 2-1 hesabıyla Göyçayın full komandası üstünlüyü əldə edir. Daha bir sual. Bir Amerikan serialında baş qəhrəman bir neçə digər personajın ayaqlarını tavana bağlayaraq onları beyzbol bitası ilə döyməklə hədələyir. Bəs bu epizodun adı nə idi? Vaxt. Şəki komandasının masasında fay start görürük və düyməsxan masadan qalxır. Göyçay full komandası düşünür. Nihat sen deyirsən. Yaxşı. Emil öz versin, öz versin. Emil'in versin. Okey. Buyur değil mi? Vur. Emin Məmmədov cavab verəcək. Sual təkrar edərsiniz. O epizodun adı nə idi? Deməli, düşünsək ki, ipdən asılmış insanları bita ilə döyürdü. Belə bir şənlik adət var ki, pinyatanı vururlar. Məsələn, sonradan konfet düşür. O da onu oxşadaraq pinyata demişdi. Düz cavab. 3-1. 3-1. Mən redaktorumuzla mübahisə edirdim ki, bu sualın cavabını istəməyək komandalardan. Mənə elə gəlir ki, əlaqə qurmaq mümkün deyil, amma mənzərə göz qabağında canlanan kimi Göyçayın full komandası doğru cavabı verdi. Növbəti sual, yenə bir xal. Texas ştatının ləqəblərindən biri 6 bayraqdır. Ştatın belə ləqəb almasının səbəbi nədir? Vaxt. Bayrağın dərşəndə. O da ola bilər. Ola bilər, tamam. Buyurun, full komandası. Ola bilər ki, Texas 6 dəfə bayrağını dəyişib, yəni tarixi bayraqlardan söhbət gedir və indiki bayrağı Texasın 6-cı bayrağıdır. Ona görə də 6 bayraq olduğuna görə bu ləqəbi alıb. Yox, elə deyil, Şəki düşünür. Başqa 6 şəhər var Texasda, başqa. Bəlkə bayraqları göründür. 5 kart var. 5 kart var. Pokerdə 5, pokerdə neçə kart var? 6, 5 köşəli ulduzdur. Sonra nə var? Cənub bayrağı yoxdur. Texas Cənub ştatları deyil. Cənub ştatları konfederasiya bayrağı təşkil. Qoşqar. Ayxan üçün zəhmət olmasa təkrar yardı. Texas ştatının ləqəblərindən birinin 6 bayraq olmasının səbəbi nədir? Güman edək ki, Texas vətəndaş müharibəsində Cənub ştatlarından idi, konfederasiya idi və konfederasiyanın bayrağı 6 hissəyə bölünürdü və bəlkə buna görə 6 bayraq adlanırdı. 1519-cu ildən başlayaraq Texas müxtəlif illərdə 6 fərqli ölkənin tərkibində olub və buna görə də 6 fərqli bayrağı olub. Səbəb, nəticə uyğunluğuna görə də ştat bu ləqəbi alıb 6 bayraq. Növbəti sual 2 xal dəyərində. Göyçayın full komandası cavab verərsə döyüşün qalibidir. Sovet İttifaqı qəhrəmanı Nəcəfqulu Rəfiyev 1944-cü ildə Minsk yaxınlığındakı Baranoviçi şəhərinin azad edilməsində əsas pay sahiblərindən biri olub. Siz isə deyin, hazırda Bakıda yerləşən Nəcəfqulu Rəfiyev 8 ünvanında hansı binanı görmək olar? Vaxt. Kim cavab verir? Cavabı Orxan Babazadə verəcək. Səhv etməsin.
Mən özüm bu küçədə yaşayıram, ona görə Belarus səfirliyim. Onun binası. 5-1 doğru cevap. Ay, qonşunu tapdı bu sualda. 5-1 ağla sığmaz cevap. Əsl elə bil ünvanına verdiyi sualı və ünvan başına gedib çatmış oldu. Mən inana bilmirəm. Beləliklə Göyçayın full komandası öz yerinə qayıtmış olur. Amma qayıdacaqlar bilirsiniz bir döyüşdən sonra və bu döyüşə kimlərin çıxmaq istədiyini də gəlin tribunalara baxıb öyrənək. Şirvan komandası oynamaq istəyir. Dillər Universiteti həmişə oynamaq istəyir və oynayacaq. Söz verirəm. Mən Cavidi görürəm orada, oynamaq istəyirəm onunla. Naxçıvan komandası sizi isə bura qırmızı masa arxasına dəvət edirəm. Naxçıvan komandası Hüseyin Həsənov, Mahmud Hüseynov, Asman Cabbarova, Camal Cümşüdlü, Kərim Əhmədov və komanda kaptanı Çingiz Ağayev dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edirlər. Ringə başqa kim çıxmaq istəyir? Norum Siment, Cənub komandası Sabirabad, Quba, Saatlı, Yunek, Nar. Cənub komandası, mən sizə söz vermişdim. Odur ki, sizi yaşıl masaya dəvət edirəm. Elnur Əlizadə, Osman Salmanlı, Murad İskəndərov, Yeganə Məmmədova, Yusuf Hüseynzadə və komanda kapitanı Rüfət Əlizadə yerlərini alırlar və bu komandada dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edir. İkinci döyüşümüzün qalibi iki final döyüşünü Göyçayın full komandasına qarşı keçirəcək. Beləliklə, bu döyüşün əvvəlində hesab 0-0 ilk hal oynanılır. Muxtar Əfəndizadənin açdığı məktəbdə Səməd Muradov, Məhəmməd bəy Əfəndiyev, Əhməd Əfəndi kimi şəxslər dərs deyirdilər. Bəs bu sadaladığımız ziyalılar haranın məzunuydular? Vaxt. Naxçıvan ilk saniyədə düyməni sıxır. Hüseyin Həsənov bu suala cavab verəcək. Bu Qazaxdan məzun olmuşdu. Bəlkə bunlar Qazax Qoridən ora köçürüləndən sonra bunlar Qazaxdan məzun olmuş şəxslər idi. Yox. Masadan qalxmalı olursunuz Cənub komandası üçün. Müəllimə səmərəsinin özündən. Qazaxdan yox, Qori müəllimə səmərəsindən. Buyurun. Onlar Qori müəllimlər seminariyasından məzun olmuşdular. Doğrudur, 1-0. 20-ci əsrin əvvəllərində bir çox ziyalılarımız öz təhsilini Qori seminariyasında almışdı və Qoridə təhsil almış ziyalılar daha sonra ölkəmizin müxtəlif yerlərinə elm yaymağa getdilər. Daha bir sual, yenə bir xal. Rus şairi Gavril Dzержавinin ən yaxşı portretlərindən biri İtalyan Salvador Tonchi tərəfindən çəkilib. Şair rəsmdə xəz papaq ilə təsvir olunub. Rəssam şairi onun istədiyi kimi təsvir etmək istəmirdi. Şair isə rəssamın fikrini bəyənməmişdi, çünki daz idi. Onların mübahisəsinin obyekti nə idi? Vaxt. Vaxtsız olsun elə. Deyir, papaqla çəkib. Cənub komandasının masasında işıq yandı, buyurun. Mübahisə bu idi ki, şair rəsmdə papaqlı təsvir olunmalı idi, yoxsa yox? Elə deyil. Naxçıvan düşünür. Şair papaqsız çəkilmək istəyir, bu papaqla çəkmək istəyir. Şair papaq, yox, tam əksinə. Şair deyir ki, papaqla çəkim. Şair deyir papaqla çəkim. Keçəl olduğunu bilir. Bəlkə portret zat çəkilmək söhbətidir. Camala verir. Buyurun Çingiz. Suala Camal Cümşüdlü cavab verməyə çalışacaq. Onların mübahisəsinin obyekti nə idi? Şair keçəl olduğunu bildirmək istəmirdi, ona görə papaqla çəkdirmək istəyirdi. Bu bir çıxış yolu olmuşdu. Mübahisə obyekti isə rəsmin pariklə çəkilib çəkilməyəcəyidir. Pariki qoydular qırağa, daz da çəkilmək istəmir, o da başına papağı geyindi. Növbəti sual 2 xal dəyərində. Sual belədir. 1926-cı ildə dünyasını dəyişən eksentrik Kanadalı milyonçu Charles Miller vəsiyyətnaməsində qeyd etmişdi ki, 10 il ərzində ən çox uşaq dünyaya gətirən qadına böyük məbləğdə pul miras qoyacaq. Bu vəsiyyətnamənin yaratdığı entuziazm onların böyük yarışı adını alırdı. Onların, yəni hansı canlıların? Vaxt. Cənub komandası, eşidirəm sizi. Osman Salmanlı. Buyursun. Komanda versə dovşanlardır. Yox. Naxçıvan düşünür. Pişiklər 9-9 deyirlər ki, donuzlar da çox bala doğur da. O Kanadadan söhbət gedir. Kanadada çox bala doğur. Canlılar deyirlər, kimlərin, onların. Yox, pişiklər deyir. Çingiz.
Komandanın bir versiyası var ki, pişiklər, yəni bəlkə ola bilər ki, pişiklər olsun, O yəni bir açıq versiya isə- versiyam yoxdur. Yox, belə bir versiyası var açığı. Başa düşdüm sizi. Mənə maraqlıdır ki, Cənub komandasının öz versiyası idi, yoxsa Osmanın versiyası idi Dovşanlar? Yox, mənim versiyam idi. Bu hekayəni biraz da maraqlı edir. Geniş yayılmış rəvayətə görə uşaqları leyləklər gətirir və bu leyləklərin böyük yarışı adlanmışdır. Növbəti sual 3 xal dəyərində. İngiltərənin futbol üzrə dünya çempionatlarında iştirakına həsr edilmiş cizgi filmində kimin gözləri mexaniki böyüdücülərə çevrilir və o topun qapı xəttini keçdiyini aydın görür. Vaxt! Naxçıvan, buyurun. Kərimin bir versiyası var, özü cavab vermək istəyir. İlk saniyədə səhv etməsin. Tofiq Bayramov. 3-1. Təbii ki, epizodda 66-cı il dünya çempionatında məşhur qolu canlandırmışdılar. 3-1 və Naxçıvan komandası hesabda irəli çıxır. Növbəti sual. Yunan mifologiyasında hamiləliyin və körpələrin ilahəsi sayılan İlifiyanı antik rəsmlərdə təsvir edərkən əlində bir əşya ilə təsvir edirlər. Bu əşya ananın körpəni dünyaya gətirərkən çəkdiyi ağrıların şiddəti ilə yanaşı, həm də körpənin İlifiyanın köməkliyi ilə zülmətdən qurtulmasına ehtivadır. Söhbət nədən gedir? Vaxt. Çox növlü bıçaq var, tikanlı çıxır. Zülmətdən qurtulmaq. Körpəni zülmətdən Vur. Cənub komandası tərəddüdlərə son. Murad İskəndərov cavab verəcək. Buyurun Murad müəllim, səsinizi eşidək. Salam Fatih. Düşünürük ki, gecələr də əziyyət çəkib, çıraq olar onun əlində. Ən yaxşı var, versiya bu idi. Çıraq. Bəli. Xeyr. Naxçıvan düşünür. Məşəl zülmətdən azad eləmək, məşəl niyə çıraqdan fərqlidir? Amma bir də əziyyət çəkmək məşəl Prometeyin odu gətirdiyinə görə. Ver mənə təkrar. Özüm cavab verməyə çalışacağam. Zəhmət olmasa təkrarlayardınız da sualı. Bu əşya İlifiyanın, yəni antik rəsmlərdə təsvir edilərkən əlində tutduğu əşya körpəni dünyaya gətirərkən çəkdiyi ağrıların şiddəti ilə yanaşı, körpənin İlifiyanın köməkliyi ilə zülmətdən qurtulmasına ehtiva edir. Belə bir şey fikirləşirəm ki, bu Prometey odu gətirdiyinə görə daim zülm çəkir, şiddət çəkir. Ona görə və zülmətdən qurtulmaq da işıqdır. Bəlkə məşəldir bu. 4-1. Hesabda komanda irəli çıxıb və indi öz mövqeyini möhkəmlədir. Gördüyünüz kimi Çingizin rəhbərliyi altında Naxçıvan komandası çox parlaq oyun göstərir. Növbəti dəfə bu döyüşdə böyük üstünlük. Cənub komandasına hesab arasında fərqi azaltmaq lazımdır. Qalstukun təsvir olunduğu ən qədim əsərlərdən birinin 17-ci əsrə aid İvan Gunduliçin portretidir. Bəs İvan Gunduliç hansı ölkədəndir? Vaxt. Cənub komandası? Xorvatiya. 4-2. Bəli, bəzi ölkələrdə qalstuka kravat deyilməsinin səbəbi onun Xorvatiyada yaradılmasıdır. Cənub komandası hesab arasında fərqi azaldır. Növbəti sual. Daniel Mason'ın romanının personajı öz emalatxanasını diş həkimi kabineti və fillərin məzarlığı ilə müqayisə edir. Bu qəhrəman nəyi təmir edir? Vaxt. Diş həkimi emalatxanası və fillərin qəbirstanlığı. Bu fil dişindən hazırlanan nə var? Nə? Niyə dəri? Heykəlləri, planları, fil sümüyündən olan heykəlləri, planları, saatlar falan. Nəyi təmir edir? Aha, Naxçıvan komandası. Bilirəm ki, lüks şahmat daşları fil dişindən hazırlanırdı. Bəlkə şahmat taxtalarını və daşlarını təmir edirdi. Siz belə emalatxana eşitmişsiniz, şahmat daşlarının emalatxanası. Olmur elə şey. Bəlkə. Cənub komandası düşünür. Sizin versiya nədir bəs? Zəhmət olmasa Osman üçün təkrarlayardı sualı. Daniel Mason'ın romanının personajı öz emalatxanasını diş həkimi kabineti və fillərin məzarlığı ilə müqayisə edir. Bu qəhrəmanı nəyi təmir edir? Nəyi təmir edir? Olsun ki, protezlər. Dostlar, rayalları təmir edirdi. Səpələnmiş klavişlər həm dişlərə, həm də fil sümüyü qalıqlarına bənzədilir deyə. Kimə azarkeş edirsiniz? Kim Naxçıvanın qələbəsini istəyir?
Bəs Cənubun növbəti sual hesabı bərabərləşdirə də bilər. Naxçıvanın üstünlüyünü qələbəyə çevirə də bilər. Faulkner və Hemingway bunu öz karyeralarının Qu-quşu nəğməsi adlandırırdılar. Steinbeck onu ölüm öpüşü ilə müqayisə edirdi. Şair Harry Martinson isə bunu lənət hesab edərək bir neçə il sonra intihar etdi. Söhbət nədən gedir? Vaxt. Cənub komandası? Osman Salmanlı. Ədəbiyyat üzrə Nobel mükafatını alıb. 4-4. Bəli, ədiblər onlara təqdim olunan Nobel mükafatı barədə belə fikirdəydilər. Axı qalib olandan sonra hamının gözü onlarda idi və bu da təzyiqə səbəb olurdu. Hesab çox gərgin bir yerə gəldi. 4-4 oldu. Növbəti sual bir xal dəyərində. Pis vərdiş və aludəçilikdən əziyyət çəkən Matthew Perry avtobiyografik kitabında xəstəxanalarda keçirdiyi ağır vəziyyətindən danışır. Aktyor bu hissədə oxucuları kitabı hansı janrda oxumalı olduqları barədə xəbərdarlıq edir. Vaxt. Bax, pis vəziyyətdə xəstəxanada, amma Friends o şeydir da, Friends'in komediya verilişinin şeyidir, aktyorudur. Komediya? Yox, pis vaxtlarından danışır da bu xəstəxanada. Naxçıvan komandası döyüşün qalibi ola bilərsiniz. Matthew Perry özü Friends filmində oynayan aktyordur, səhv xatırlamıramsa və o da biraz çox ironiya eləyir də, bəlkə komediya janrında oxumalı olduğu deyil. Yox, Cənub düşünür. Tragik komediyası faciə verir. Vur təkrar elə də. Özə təkrar elə. Final döyüşlərinə çıxmaq üçün bircə düzgün cavab verməlisiniz. Zəhmət olsun mənim üçün təkrarlayarsınız sualı. Pis vərdiş və aludəçilikdən əziyyət çəkən Matthew Perry avtobiyografik kitabında xəstəxanalarda keçirdiyi ağır vəziyyətdən danışır. Aktyor bu hissədə oxucuları kitabı hansı janrda oxumalı olduqları barədə xəbərdarlıq edir. Yəqin bildirir ki, dram janrında. Keçirdiyi dövrdə özünü ölü vəziyyətində olduğunu bildirən aktyor hadisələri ancaq kənardan şərh etdiyindən kitabın bu hissələrini memuar kimi oxumalı olduğunu bildirmişdi. Növbəti sualın dəyəri qalxdı. 2 xal. Cavab verən qalibdir. Çin atalar sözünə görə dünyada qüsursuz 2 insan var. Onlardan biri artıq dünyasını dəyişib. Bəs digəri? Vaxt. Naxçıvan? Yəqin ki, biri də hələ doğulmayıb. 6-4. Naxçıvan komandası masa arxasında qalmağa müvəffəq olur. Beləcə, Göyçayın full komandasına qarşı 2 final döyüşünü məhz onlar keçirəcəklər. Full komandası sizi meydana dəvət etməliyəm. Buyurun, yaşıl masa arxasına. Cavidan Hacıyev, İsmail İsmaillı, Nihat Hacızadə, Orxan Babazadə, Emin Məmməd və komanda kapitanı Ceyhun Hüseynov gəlirlər. Onlar yerinə alsınlar. Biz biraz dincələk və musiqili time-outda bugün qonağım Pərviz Abdullayevdir. Alqışlarınızla. Könül verip bir kıza arkasıca düşürdüm. Zəng vurup ona tez görüşürdüm. Ne bileydim bunlar bir oyun imiş. Düzeler hey düşünürdüm. Könül verip bir kıza arkasıca düşürdüm. Zəng edip ona tez görüşürdüm. Ne bileydim bunlar bir oyun imiş. Düzeler hey düşünürdüm. Sevirdim ben onu, bu da eşkin sonu. Sen deme beleymiş sevginin yolu. Sevirdim ben onu, bu da filmin sonu. Beni aldattı o kara gözler, o kara gözler, o gözler. Beni aldattı o şirin sözler, o şirin sözler, o sözler. Beni aldattı o kara gözler.
Keçib getdi o günlər, arxada qaldı illər. O günü gözümə dəyir köhnə şəkillər. Yadıma düşsə də sevdiyim anlar qayıtmaz. O xatirələr sevirdim mən onu. Bu da eşqin sonu, sən demə beləymiş sevginin yolu. Sevirdim mən onu, bu da filmin sonu. Məni aldatdı o qara gözlər, o qara gözlər, o gözlər. Məni aldatdı o şirin sözlər, şirin sözlər, o sözlər. Hey, məni aldatdı o qara gözlər, o qara gözlər, o gözlər. Məni aldatdı o şirin sözlər, şirin sözlər, o sözlər. Sevirdim mən onu, bu da eşqin sonu. Sən demə beləymiş sevginin yolu. Sevirdim mən onu, bu da filmin sonu. Məni aldatdı o qara gözlər, o qara gözlər, o gözlər. Məni aldatdı o şirin sözlər, o şirin sözlər, o sözlər. Ey, ey, məni aldatdı o qara gözlər, o qara gözlər, o gözlər. Məni aldatdı o şirin sözlər, o şirin sözlər, o sözlər. O qara gözlər, o gözlər. Hoş gördük tamaşaçılar. Bu Brain Ring'di ve bizim baş sponsorumuz NAR'dı. NAR'ın təqdim etdiyi eSIM fiziki sim karta ehtiyac duymadan rabitə xidmətlərindən yararlanmaq imkanı verən yeni rəqəmsal sim kart texnologiyasıdır. Azərbaycanda ilk dəfə üz tanıma texnologiyası ilə aktivləşdirilir və yeni rəqəmsal sim texnologiyasının üstünlüklərindən NAR'la yararlana bilərsiniz. Heç yerə getmədən eSIM-ə qoşulun, elə indi mobil həyatınızı yeniləyin. Brain Ring'in maliyyə tərəfdaşı Azərbaycanın ilk rəqəmsal bankı Bir Bankdır. Bir bankla həm də pulunuzu sərfəli sərmayəyə çevirə bilərsiniz. Belə ki, banka getmədən tamamilə onlayn, cəmi bir kliklə pulunuzu depozitə yerləşdirib gələcəyə yatırım etmək mümkündür. Bir bank sizə yüksək faizli rəqəmsal depozitdən istifadə edərək vaxtınıza qənaət etmək, müddəti məbləği istədiyiniz kimi seçməyə azadlığı verir. Bizim oyunumuza qaydınca isə bugün müstəqil hakimlərimiz, baş sponsorumuz olanların ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə mütəxəssisi Günay xanım Nəsibova və Elm və Təhsil Nazirliyinin Uşaq və Gənclərin İnkişafı şöbəsi mütəxəssisi Əbdüləli Mürsəlovdur. Hal-hazırda siz NAR'ın bugün qalib gələcək komanda ayın finalına çıxır deyə ayın finalında qazanacağı hədiyyəni görürsünüz. Bundan başqa NAR'ın daha bir hədiyyəsi var. Elə indi komandalara NAR 4G nişanı hədiyyə oluna bilər. Belə ki, hal-hazırda qırmızı masa ətrafında əyləşən Naxçıvan komandası və yaşıl masa arxasındakı Göyçay Full komandası hansı mən vaxt deyəndə birinci olsa, düymə sıxan bu 4G nişanını sinəsinə taxacaq. Diqqət, vaxt. Və budur. Gördüyünüz kimi Emin növbəti 4G nişanını sinəsinə taxır və indi o 4 dəfə fay start edib basa arxasında qala bilər. Belə bir perspektiv. Hər halda 3-cü döyüşə başlayırıq. 5 xala qədər yarışılır və 1 xal oynanılır. 1946-cı ildə baş tutan Paris Sülh Konferansına göndərilən nümayəndə heyətinə Firudin İbrahimi də seçilmişdi. Bu haqda yazan məqalə müəllifi Firudin bəyin seçilməsinin 2 əsas səbəbini qeyd edir. Birincisi, yaxşı hüquqşünas və jurnalist olması. Bəs ikincisi, vaxt. Full komandası? İsmail İsmail cavab verir.
O həmçinin fransız dilində yaxşı bilirdi. Yəni, danışıqlarda xeyri ola bilərdi, ona görə göndərilmişdi. Bəli, fransızca bilməsi ehtiyac vadar eləmişdi ki, İran hökuməti Cənubi Azərbaycan olan Firudin İbrahimi seçimi üzərində dayansınlar. Və növbəti sual, yenə bir xal. Olmasın, bu olsun filminə yəqin ki, baxmısınız Çingiz. Bəs filmin Wikipedia səhifəsini oxumusunuzmu? Orada məqalədə aktyorlar Əli Zeynalov və Arif Mirzəquliyevin adları yanaşı göstərilir. Arif Mirzəquliyev həmin filmdə Sərvər rolunu canlandırıb. Bəs Əli Zeynalov həmin filmdə hansı funksiyanı yerinə yetirib? Vaxt. Göyçən Ful komandası. Yenə də cavabı İsmail İsmailov verir. O da onu səsləndirib. 2-0. Ardıcıl 2 doğru cavab. Göyçən Ful komandasının üstünlüyü. Növbəti sual. Makedoniyalı İskəndər ilk əvvəllər müharibədə Akillesə məxsus olduğu iddia edilən xüsusi zireh geyinirdi. Bəs İskəndər nəyə görə daha sonra bunu etməyi dayandırdı? Vaxt. Qorumadığını gördü də. Gördü ki, biz qorunmayan yerdən zədə aldı. Ola bilər. Həmən yerdən zədə gördü ki, ölüb deyə deyir ki, mən ölməyəcəm. Yenə Göyçay birincidir. Özüm cavab verəcəm. Deməli, o qorunan yerdən, həmən yerdən elə zədə aldı və başa düşdü ki, heç də qoruyucu funksiyası yoxdur o Akillesin artefaktı. Zirehinin. Bəli. Yəni o da bir növ... İnamını itirdi, yəni başa düşdü ki, mənasızdır. Xeyr elə olmayıb. Naxçıvan düşünür. Akillesə aid olan zirehi geyinirmiş, hə, əvvəlcə. Bir dəqiqə, sonra Akillesin dabanı zəifdir. Deməli, zirehin ona qorumağı, ancaq dabanı da zireh qoruyan mənası. Bir dəqiqə. Mənası yoxdur onu geyinmək. Buyur, Mahmud Övrə. Çingiz. Bu suala Mahmud Hüseynov cavab verməyə çalışacaq. İskəndər nəyə görə daha sonra Akillesin zirehindən istifadə etmədi? Belə bir düşünsək ki, Akillesin zəif yeri dabanı idi. Dabanı qorumağa da zirehə ehtiyac yox idi. Yəqin İskəndər də fikirləşib ki, zirehin belə bir xüsusiyyəti yoxdur. Yəni geyinməyə mənası yoxdur. Bilirsiniz, Akilles zirehi ilə düşmən əskərləri onu digər döyüşçülərdən rahat fərqləndirə bildikləri üçün tez bir zamanda ona hücum edirlər. Və düşmənin bu təzyiqindən qurtulmaq, ölüm riskini azaltmaq üçün İskəndər bunu dayandırdı. Tapan komandalar səndimə var imiş. Növbəti sualın dəyəri qalxdı. 2 xal oynanılır. İmperator Adrian öz fenomenal yaddaşı ilə məşhur idi. Bir dəfə o bir vətəndaşın xahişini geri çevirdikdən sonra həmin vətəndaş saçlarını qaraya boyayaraq yenidən Adriana yaxınlaşır. Bəs Adrian ona necə cavab verir? Vaxt. Əvvəlki cavab. Rənglənmiş saçdı. Əvvəlki cavab. Əvvəlki cavab. Necə cavablaşdı? Bəlkə də yaxınlaşır. Bəlkə yenə də yox. Peki mən səni tanıdım deyib bu sualı. yox da elə deyib ki, yəqin. Yenə cavabına. Cavab verir, o da eyni cavab verir. Yaxşı, ver. Sən yaxşı tapdın. Buyurun Ceyhun. Cavidan Hacıyev cavab vermək istəyir. İzah etsin. Adrian ona nə cavab verir? Adrian ona əvvəlki cavabını verir və əvvəlki müraciət edəndə özünün təqdim etdiyi adı, yəni əvvəlki cavab nə formada veribsə onu da verir ki, məsələn, birə-bir. Hə, Nihat, mən sənə belə demişdim axı. Bu da deyir ki, mən saçımı rəsməsində mənə tanıyacağam, mən Nihatam məsələn. Eyni cavabı təkrar ona verir. Niyə Nihadın adını çəkdiniz məhz? Nihat mən nicah şahidində deyir. Səhv cavab verdi Seyif ki, Naxçıvan səhvinizi düzəldə biləcəkmi? Sualı mənim üçün təkrarlaya bilərsiniz yenidən. İmperator Adrian öz fenomenal yaddaşı ilə məşhur idi. Bir dəfə o bir vətəndaşın xahişini geri çevirdikdən sonra o vətəndaş saçlarını qaraya boyayaraq yenidən Adriana yaxınlaşır. Adrian ona nə cavab verir? Bəlkə deyir elə siz artıq bu sualı bir dəfə vermisiniz. Yəni ehtiyac yoxdur ikinci dəfə verməyə. Belə bir şey. Yəni siz artıq gəlmisiniz. Siz dedi sualı təkrar edin, mən də təkrar elədim. Yəni sən sualı təkrar edirsən də eyni şeyi deyirsən mənasında. Siz dediniz də təkrar elə, mən özüm təkrar eləmədim. Mən imperatorun cavabını deyirəm. Məsələ ondadır ki, siz burada saçlarını niyə qara rəngə boyadığından yola çıxmalıydınız. Deməli, onun saçı başqa rəngdə idi. Hansı rəngdə ola bilərdi? Ağ. Bu da ona demişdi ki, bayaq atana da demişəm. Sənə də bir də deyirəm ki, bəs alınmayacaqsınız deyən məsələ. Növbəti sualın dəyəri qalxdı. 3 xal dəyərində.
Atalardan söz düşdüsə atalar sözü, Alman atalar sözünə görə nə boş yerə deyilmir. Vaxt. Naxçıvan komandası. Bu atalar sözlərindən söhbət gəlsə, yəqin elə atalar sözləri boş yerə deyilmir. 3-2 hesabda irəli çıxırsınız və Naxçıvan komandasına bax bu lazım idi. Vəziyyət onların xeyrinə necə dəyişdi? Birinci final döyüşündə üstünlük indi Naxçıvanda. Nazim Hikmət 1960-cı ildə Yusif Vəkilovla görüşən zaman onun əsərlər yazdığını öyrənir və bu zaman o Yusif Vəkilova Rus kimi tanınmaması üçün nəyi etməsini məsləhət görür? Vaxt. Göyçay Full komandası buyurun. Cavidan Hacıyev cavab verir. Biz bilirik ki, Yusif Vəkilov Səməd Vurğun oğludur. Bu da deyir ki, sən Vəkilov Rus kimi tanınma da, Türk kimi tanın. O da oldu Yusif Səmədoğlu. 3-3. Hesab bərabərləşdi. Siz başa düşürsünüz kimə qarşı oynayırsınız. Rəqibləriniz dərhal öz mövqeyini bərkitməyə çalışır və hesab indi bərabərləşdi. 3-3. Daha bir sual, yenə bir xal dəyərində. Vaqif Səmədoğlu yazırdı ki, gənc yaşlarında olarkən qızlarla ünsiyyətdə olmağı sevirdi və o bildirir ki, onun cibi həmişə 2 qəpikliklərlə dolu olardı. Bəs bu 2 qəpikliklər ona niyə lazım idi? Vaxt. Naxçıvan. Böyük ehtimal bu poçt markasının qiyməti idi. Məktublara yapışdırdığı poçtlar üçün. Məktub göndərmək üçün. Yəni düşünürsünüz ki, o yazışırdı qızlarla. Bəli, bəli. Yanılırsınız. Yanılırsınız. Rəqibləriniz düşünür. Komanda kapitanını itirir bu arada. Buyurun. Sualı xahiş edirik Cavidan Hacıyev üçün təkrar edərdiniz. Vaqif Səmədoğlu yazırdı ki, gənc yaşlarında olarkən qızlarla ünsiyyətdə olmağı sevirdi və bildirir ki, onun cibi həmişə 2 qəpikliklərlə dolu olardı. Bu 2 qəpikliklər ona niyə lazım idi? İnanıq ki, ünsiyyət deyəndə siz rəqib komanda yazılı ünsiyyəti nəzərdə tutub, bir də şifahi ünsiyyəti deyək. Bu da 2 qəpik telefonun dəqiqəsidir. O taksomat telefonların dəqiqəsidir. Məsələn də danışıq xidmət haqqıdır. O telefonun 4-3, bəli. Telefon köşkündə jeton kimi istifadə üçün Vaqif Səmədoğlu həmin 2 qəpiklərdən cibində gəzdirirdi. Növbəti sual, yenə bir xal. Angangueo bu monarx kəpənəklərinin miqrasiya yolunda yerləşən turistik şəhəridir. Şəhər sakinləri kəpənəkləri əcdadların ruhu adlandırır. Səbəb kimi isə onların dağlardan yalnız bu bayram zamanı şəhərə enmələrini göstərirlər. Hansı bayram zamanı? Vaxt. Full komandası doğru cavab qələbə deməkdir. İsmail cavab verir. Buyursun. Ölülər günü. Los Muertos doğrudur. Və bu xal ölmədi. Əlbəttə Naxçıvan komandasının ümidləri də ölməli deyil. Bu sadəcə Göyçay Full komandasının bir qələbəsidir. Görək rəqiblərini növbəti döyüşdə üstələyə biləcəklərmi? Xahiş edirəm tamaşaçılarımızdan diqqətlə baxsınlar və bizi diqqətlə izləsinlər. İkinci döyüş. Sual bir xal qazandırır. Harda 5000 insan üçün həyat nəzərdə tutulduğundan ötən əsrin ortalarında su çənləri, su təmizləyici qurğu və hətta limonat sexi inşa edilmişdi. Vaxt. Cavidan Hacıyev cavab verir. Mən bilən dünyada ilk ola bilər ki, süni yaşayış yerlərindən biridir. Bu neft daşları ola bilər ki, neft daşlarında. Neft daşlarında limonat sexi. Orada yaşayırlar, vaxtda da yaşayırlar orada. Vaxtaviklər orada yaşayır. Yox, limonat sexi nəyə lazımdır? İstirahət etmək hüququ var onda, əmək məcəlləsində. Siz də belə istirahət edirsiniz, bir butulka limonadla. Pulsuz olanda hamısı yaxşıdır. Doğrudur. 1-0. 1-0 hesab Göyçay Full komandası tərəfindən açıldı. Həqiqətən neft daşlarında layihədə inşa edilərkən limonat sexi nəzərdə tutulmuşdu. Növbəti sual yenə bir xal dəyərində. Bir əsərdə uzun müddətdir evində ölmüş vəziyyətdə olan qadının cəsədi tapılır. İnsanlar onun ölüm tarixini necə müəyyənləşdirirlər? Vaxt. Buyurun. Cavabı Nihat cavab verəcək. Nihat, səhv etməyin. Əsasən evlərdə təqvimdə X deyirlər. Axırıncı X qoyulan gün onun ölüm günü ola bilər. Xeyr. Naxçıvan düşünür.
Bax, ölübsə adam nə edəcək axırıncı? Yəni zaten pops kimi gələn şeylərin hamısı yenə gələcək. Axırıncı aldığı öz qəzeti ola bilər də əlindən. Axırıncı oxuduğu qəzet. Tamam, vur getsin özüm deyəcəm. Eşidirəm sizi. Bir dəfə sualı təkrar edə bilərsiniz mənim üçün? Bir əsərdə uzun müddət evində ölmüş vəziyyətdə olan qadının cəsədi tapılır və o insanlar onun ölüm tarixini necə müəyyənləşdirmişlər? Bəlkə oxuduğu qəzetdən, qəzetin axır nömrəsi, əlində olan nömrəsi bu axır günü idi. 1-1. Tamamilə doğrudur. Ağla sığmaz oyun nümayiş etdirir Çingiz. Yenə masa arxasında olan kimi doğru cavablar gəlir. Ümid edirəm ki, Çingiz bundan sonra belə ehtiyatsızlıq edib komandanızı tək qoymazsınız. Növbəti sual, yenə bir xal. Böyük ayı bürcünə aid parlaqlığı ilə seçilməyən Alkor ulduzunun adı ərəbcə zəif deməkdir. Qədim Misirdə hansı ordu bölmələrinə yazılmaq istəyənlər bu ulduzu görməklə imtahan edilirdilər? Vaxt. Göyçən Ful komandası. İsmail cavab verir. İsmail düz cavab versə hesabda üstünlük yaranır. Ox atanlar, oxçular. Bəli, Alkor ulduzu bir növ görmə testi kimi ox atanlar üçün istifadə olunurdu. 2-1. Kiçik bir üstünlük. Daha bir sual. İsmail, ərəblərdə xırdalıqlara əhəmiyyət verib vacib məsələləri görməyən insan haqqında deyirlər. Bunu görür, amma ayı yox. Nəyi? Vaxt. Göyçən Ful komandası. İsmail cavab verir. Az öncə adını çəkdiyimiz Alkor ulduzunu görür, amma ayı görmür. 3-1. Yenə üstünlük Göyçən Ful komandasında. Naxçıvan komandası biraz əvvəl onlara çata bilmişdi. Bu dəfə necə? Nargin adasına sürgün edilənlər tez-tez susuzluqdan, acından, yoluxmadan dünyasını dəyişirdi. Əsirlərin ölməsinin səbəbi kimi hansı canlıların adı da tez-tez çəkilir? Vaxt. Naxçıvan. İlanların. Düzdür. Bakıdan bir qədər aralıda yerləşən Nargin adası ilan yuvası kimi də tanınırdı və əsir düşən türk əskərləri şəraitsizlikdən, ilan çalmadan tez-tez vəfat edirdilər. 3-2. Naxçıvan hesab arasında fərqi azaltdı. Minimumdadır. Gəlin görə hesab bərabərləşəcəyimi. Marslı fantastik filmində Marsda ilişib qalan astronavt Mark Watney evə yolu tapmalıdır. Bəs o yerlə kəsilmiş əlaqəni bərpa etmək üçün hansı kosmik aparatdan istifadə edir? Vaxt. Çingiz? Yenə risk eləyəcəm, amma filmə baxmışam deyə. Bu gedir Marsdakı roveri tapır, Marsda hərəkət edən roveri tapır, artıq onun kommunikasiya cihazları ilə yerlə danışır. Yox. Rəqiblər düşünür. Bildimi? Bax, söz oyunu olmalıdır da, mütləq deyil. Ariadne yaxşıdır. Curiosity nəydə əlaqə? Tərcümə. Opportunity возможности. Curiosity nədir tərcümədə? Cəsurluq. Opportunity. Возможности, да. Все тогда. Okey, onda. Curiosity tərcüməsi. Onda vur mənə təkrar. Yasama. Ceyhun. Xahiş edirəm, sualı mənim üçün təkrar edərdiniz. Marslı fantastik filmində Marsda ilişib qalan astronavt Mark Watney evə yol tapmalıdır. O yerlə kəsilmiş əlaqəni bərpa etmək üçün hansı kosmik aparatdan istifadə edir? Əgər yol tapmalıdırsa, biz bilirik ki, bu filmin və romanın hekayəsi gedən vaxtı Marsda Curiosity və Opportunity marsaxodlar var idi. Ola bilər ki, Opportunity aparatından istifadə etmişdi. Bu cür fürsəti əldən vermiş oldunuz Opportunity demişkən. Rəqibləriniz isə nəyi səhv saldılar? Rover yox, Pathfinder. Pathfinder sözləri ipucu idi, yol tapan deməkdir. O cavabı vermək lazım idi. Növbəti sual həll edici ola bilər deyə mən müstəqil hakimlərimizdən seçim etməklərini istəyəcəyəm. Belə ki, 2 sual təqdim edirəm bu həll edici məqamda və bu sual seçilir. Sual belədir.
Annie Moore iki qardaşı ilə birlikdə 1 yanvar 1892-ci ildə Amerika Birləşmiş Ştatlarına çataraq immigrant statusu alıblar. Hansı səbəbə görə həm İrlandiyada, həm də Amerika Birləşmiş Ştatlarında onların şərəfinə heykəl qoyulub? Vaxt. İrlandiyadan gedib Amerikaya. Buyurun Çingiz. Camal. Camal, üzr istəyirəm. O İrlandadan çıxmışdı, gəlmişdi Amerika Birləşmiş Ştatlarına. İrlanda çıxış nöqtəsi idi, ABŞ-da çatdığı nöqtə idi. Ona görə hər ikisində onun heykəli ucaldılmışdı. Bunu mən sualda dedim. Səhv cavab. Göyçən Ful komandası düşünür. Секунду. Йо, не первый. Они во время гражданской войны сразу на гражданскую войну шли. Rusca danışmadı, Azərbaycan Vətəndaş müharibəsində həmişə gəlirlər, onları götürürlər birbaşa müharibəyə. Amma vətəndaş müharibəsində Başqa sağlama çarşıdan sinə gələn. Buyurun Ceyhun. Sizin versiya nədir? Xahiş edirəm, sualı Cavidan Hacıyev üçün təkrar edərdiniz. Annie Moore iki qardaşı ilə birlikdə 1 yanvar 1892-ci ildə Amerika Birləşmiş Ştatlarına çataraq immigrant statusu alıblar. Hansı səbəbə görə onlara həm İrlandiyada, həm də Amerika Birləşmiş Ştatlarında heykəl qoyulub? Olsun ki, bu belə deyək, özləri özü gələn ilk, özü sağ salamat çatan adam. Yəni hazır reyslə ya da hərbi gəmi ilə və ya digər mülki reyslərlə yox, özü Samobutun Robinson Crusoe kimi tipa. Başa düşdünüz. Samobutun özü gələn olub. Robinson Crusoe kimi yox, bəlkə Turk Heyerdahl demək istəyirsiniz deyək. Ellis adasında immigrant yoxlamasından keçmiş ilk şəxslər olduqları üçün onlara həm orada, həm burada heykəl qoyulmuşdu. Növbəti sualın dəyəri qalxdı. 3 xal və bəlkə də diskvalifikasiya. Kim Göyçəyin Ful komandasına azarkeşlik edir? Çingiz, yadınızda saxlayın kim azarkeşlik edir. Bəs kim Naxçıvanın qələbəsini istəyir? Diqqət, sual. Rejissor Hüseyn Seyidzadə O Olmasın Bu Olsun filminin toy səhnəsinə quruluş verərkən hansı rəssamımızın yaradıcılığından ilhamlanmışdı? Vaxt. Hüseyn Həsənov cavab verəcək. Buyursun. Əzimzadə. Doğru cavab və qələbə. Naxçıvan komandası hesabı bərabərləşdirir. Final döyüşlərin hesabı 1-1 və görəsən indi qalib hansı komanda olacaq? Diqqət, diqqət. Həlledici sual. Həlledici sual. Ağla sığmazdı. Bu ağla sığmazdı. Naxçıvan komandasını bu qayıdış münasibəti ilə təbrik edirəm. Çünki az qalır hər şey əldən geçsin. Günay xanım, sizin təəssüratlarınız belə həll edici məqamda komandaların indi aqibəti bir sualla həll olunacaq. Onlara bu sualdan öncə nə eşitməlidirlər sizcə? Hansı sözləri? Mən hər iki komandaya uğurlar arzu edirəm. Məncə sualın cavabı bilməkdən əsas da o düyməni sıxmaq kim birinci sıxacaqsa o da elə qalib ola bilər. Əbdüləli müəllim, bəs sizin fikrinizcə bunu kimdə alınacaq? Naxçıvanda yoxsa Göyçəyin Ful komandasında? Hər iki komanda möhtəşəm oyun aparır. Çox maraqlı oyun apararlar. Ona görə hər ikisinə uğurlar arzu edirəm. Güclüsü qalib gəlsin. Sual, diqqət. Osmanlı donanmasına məxsus Ertuğrul gəmisi Yaponiya sahillərində qayalara dəyərək batır. Ekipajın bir çox hissəsi həyatını itirir. Daha sonra xilasedicilər hissə-hissə sağ qalanları Türk konsulluğuna aparmağa başlayırlar. Bəs sağ qalan ekipaj üzvlərindən hansı peşə nümayəndəsi xilasedicilər tərəfindən konsulluğa ən sonda aparılır? Vaxt. Göyçəyin Ful komandası buyurun. Cavidan Hacıyev cavab verəcək. Cavidan indi komandanızı aprel ayının finalına çıxara bilər. Ya da cərimə skamyasına gedəcəm yenə də. Bu çox güməncə tərcüməçidir. Çünki digər qalanlarla dil tapa bilsinlər deyə konsul. Xeyr, masadan qalxırsınız. Rəqiblər düşünür. Buraya abi, yox gözlə. Ha, bu. Başqa nə versiya nədir? Buyur, başqa versiya yoxdur. Eşidirəm sizi Çingiz. Çox məşhur bir termin var. Kapitan gəmini ən son tərk eləyər. Kapitan. Düzdür, çox yerinə yetirmirəm. Həmişə ən birinci gedirəm ora, amma inşallah bundan sonra həmişə ən son buradan tərk eləyəm. Narahat olmayın, hələ bir sual da masa arxasında qalırsınız. Çünki bu cavab səhvdir.
ekipajın bir çox hissəsi kapitan da daxil olmaqla həyatını itirmişdi. Bir çox gəmi ekipajlarında adətən molla və ya rahiblər olur və burada söhbət molladan gedirdi. Diqqət. Amma Çingiz bilməm hiss elədiniz yoxsa yox, rəqib komandada özünə inam o səviyyədə deyildi. Onlar artıq cavab verəndə demişdilər ki, yəqin ki, cərimə skamyasına gedəcək və belə də oldu. Ceyhun, əkinçilik adətləri ilə fərqlənən Həsənli Təpədə qədim bir qab tapılıb. Onun üzərində belə döyüş səhnəsi var. Orağa bənzər alətlə silahlanmış qəhrəman od püskürən qorxulu əjdaha ilə döyüşür. Tarixçilərin fikrincə bu əjdaha nəyi təcəssüm etdirir? Vaxt. Naxçıvan komandası. Hüseyn Həsənov cavab verməyə çalışacaq. Quraqlıq. Və bu qələbədir. Naxçıvanın qələbəsi. Fikir verin, necə ağla sığmaz bir oyun nümayiş etdirdilər və aprel ayının finalına çıxa bildilər. Təbrik edirəm. Bakı Dövlət Universiteti komandası ilə bərabər aprel ayının finalında çempion adı uğrunda həm də Naxçıvan mübarizə aparacaq. Göyçayın Full komandasında bu mərhələni adlamaq indi alınmadı. Biz Narkubok uğrunda oyuna doğru gedirik və inamlı addımlarla bir həftədən sonra burada yenə görüşəcəyik. Mən müstəqil hakimlərimizə bu həlledici oyunda məni tək qoymadıqlarına görə təşəkkür edirəm. Əziz tamaşaçılar, sizdən isə bu tamaşaçı sədaqətini bir həftədən sonra da gözləyəcəyim. Görüşənədək. Küçələrdə oynayır gülək, məhəbbətlə döyünür burada hər ürək. Sevimli yurdum mənim, heyranam sənə, varlığın yaraşıdır doğmaq vətənə. Hər səhər küçələrdə oynayır gülək, məhəbbətlə döyünür burada hər ürək. Sevimli yurdum mənim, heyranam sənə, varlığın yaraşıdır doğma vətənə. Vətənimin ürəyi, Bakı, gələcəyin şəhəri, Bakı, gözəlliyin ünvanı, Bakı, heyran edib dünyanı. Bakı, vətənimin ürəyi, Bakı, gələcəyin şəhəri, Bakı, gözəlliyin ünvanı, Bakı, heyran edib dünyanı. Gente, blom swoim, dar